Good morning. Sabahınız xeyirli olsun. Wow, such a privilege to be here. Böyük şərəfdir mənim üçün burada olmaq. And I remember my first conference. Yadımdadır ilk konferansım. I think it was in 1999. Məncə bu 1999-cu ildə idi. I never met Pastor Stevens face to face. Pastor Stevensi heç vaxt o vaxt hələ görməmişdim. I mean, we learned so much from him. Amma ondan çox şey öyrənmişik. Və bu konferanslara gəldikcə onu görməsəm də hər zaman onun haqqında düşünürüm ki, o çox mənə şəxsidir. Mənə doğmadır. Çünki onun bütün vəzləri və dərsləri ki, bizə öyrədib, çox əziz və çox qiymətlidir. Və sadəcə Tanrıya şükür etmək istəyirəm. Pastor Stevensin xidmətinə görə, Pastor Shaller'ın həyatına görə Tanrıya şükür edirəm. Onlar bizi şagird kimi yetişdiriblər. O adamlar ki, diqqəti özlərinə çəkməyiblər. Amma onlar bizi dəvət ediblər, çağırıblar ki, onlar Məsihin ardınca getdikcə biz də onların ardınca gedək. Mənim üçün vacib olan dərslərdən biri ki, öyrənmişəm. Xidmətdə çox şey var, amma bir şey ki, mən öyrənmişəm və onun əhəmiyyətini saxlayıram, bu duadır, dua xidmətidir. Və mən bunda hələ də böyüyürəm və inanıram hər birimiz böyüyürük. Dua həyatımızın çox vacib bir hissəsidir. Tanrıya yaxınlaşmağımız vacibdir. Tanrı ilə danışmaq və sonra icazə vermək ki, Tanrı bizimlə danışsın. Budapeştdə yaşayarkən, xidmət edərkən, Pastor Shaller'la birlikdə yataqxanada qalırdıq, kilsənin yataqxanasında. Və biz səhər erkən dua edərdik. Ondan sonra Bibliya kollecində birlikdə yığışıb dua edərdik. Və mən bilirəm ki, Tanrı o dualarımıza cavab verib. Biz Tanrını hərəkətdə görmüşük. Pastor Mati ilə olanda, Qazaxstanda, ondan sonra Çində, bütün o yerlərdə olmağımız, xidmət etməyimiz kimlərinsə etdiyi duanın cavabıdır. Yadımdadır Juja Gomboş. O, Budapeşdə mən olarkən bir növ mənim anam idi. Mənim üçün dua edirdi o qadın. Və deyirdi, Julian, Tanrı səni göndərəcək. Çinə göndərəcək, Orta Asiyaya, bütün o yerlərə Tanrı səni göndərəcək. Çünki mən sənin üçün dua edirəm. Və bilirsiniz, Tanrı bunu etdi. Və bugün səhər istəyərdim sizinlə bölüşüm Luka 18-ci fəsildə. 9-cu bənd. He also told this parable to some who trusted in themselves that they were righteous and treated each other with contempt. Burada deyilir ki, o İsa Məsih məsələlərlə danışarkən özlərinin salih olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün belə bir məsəl çəkdi. 10-cu bənd. Biri farisey, digəri isə vergi yığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub, öz-özünə belə dua edirdi. Ya Allah, sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergi yığan kimi deyiləm. Həftədə 2 dəfə oruç tuturam, bütün qazandığımın onda birini verirəm. Vergi yığan isə uzaqda durub, gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi. Amma sinəsinə vurub, hey deyirdi, ya Allah, mən günahkara rəhm et.
Sizə deyirəm ki, o farisey yox, vergi yığan evinə salih sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq. Özünü aşağı tutan isə yüksəldiləcək. Luka 18-ci fəsildən. Və bilirsiniz, mən özümü vergi yığanla uyğunlaşdıra bilmirəm. Heç istəmirəm də bir tərəfdən vergi yığan olaraq. Amma dəfələrlə Tanrının hüzuruna gələrkən eyni şey üçün mən də gəlmişəm. Ki, ya Rəbb, məni bağışla, mənə rəhim göstərdimişəm. Çünki mən layiq deyiləm. Mən zəifəm. Yadımdadır, Greater Grace xidmətindən gələndə ondan qabaq 9 il mən çox ağır içki düşkünü idim. Və bu çox güclü idi içimdə. Gəlirdim kilsəyə, gəlirdim Bibliya kollecinə və sonra çıxıb dəfələrlə gedib spirtli içki içirdim. Və dua edirdim, ya Rəbb, mən bunu etmək istəmirəm. Ya Rəbb, məni bağışla. Və sonra bilirsiniz, bir gün gəldi, amma bu baş verdi. Tanrı məni qurtardı bu alüdəlikdən. Həmin gün mən Tanrının gücünü, qüdrətini hiss etdim özümdə. Heç bir istək yox idi artıq içkiyə. Heç bir istək yox idi artıq. Tanrı məni qurtardı, azad etdi. Və mən indi sitayişə daxil ola bilirdim. Deyirəm, ya Rəbb, mən sənə sitayiş edirəm. Sən məni qurtardın. Sən mənə bu məsələdə kömək etdin. Və çoxlu başqa şeylər var ki, onlar bir növbə kimi düzülüb ki, Tanrı onlarla bir-bir həll etsin. Bibliya kollecinə gəlməyim, Tanrının sözünü, həqiqəti eşitməyim və yenə də bir-bir həmin o problemlərdən qurtulmağım gün və gün bu baş verirdi. Və sonra dəyişilirəm və sonra Allahdan nəzər alıram və deyirəm, gedək və müjdəni bölüşək insanlarla küçədə. Gedək və insanlara xidmət göstərək istəyi gəlir. Və bilirsiniz, bu yalnız etiraf deyil. Bu yalnız sitayiş dini deyil. Ondan sonra sən vəsatət etməyə daxil olursan, duaya daxil olursan. Və başqaları üçün dua xidmətin var. Çünki səndə şəfqət var indi və məhəbbət var indi ürəyində. Bu da müqəddəs ruhun vasitəsilədir. Və mən həmin o vergi yığan haqqında düşünürəm. Misal üçün, Zəkkay və ya Mətta. Zəkka, sənə nə baş verdi? Mən sadəcə həyatımı yaşayırdım, Zəkkay deyə bilərdi. Və bir gün eşitdim ki, İsa gəlir. İstəyirdim İsanı görüm. Və qalxdım bir ağacın başına Zəkkay deyərdi. Çünki bilirdim İsa bu yolla keçəcək. Və sonra həmin o şey baş verdi. İsa mənimlə danışdı. O gəldi evimə. Və sonra hər şey dəyişdi. Pul artıq əhəmiyyətini itirmişdi. Mövqeyim cəmiyyətdə əhəmiyyətini itirmişdi. Amma xilas var idi indi. Xilas həyatıma gəldi. Mənim evimə gəldi xilas. Və həyatım bütövlüklə dəyişdi. Fərisey, qürurlu birisi, hər şeyi qanuna uyğun edir, amma məğrurdur. Misal üçün, Paul, sənə nə baş verdi? Mən fərisey idim və gedirdim kilsəni təqib etməyə. Amma sonra bu baş verdi. O, mənimlə görüşdü. İsa mənimlə danışdı. Məni çağırdı.
Mən özümü təqsirli hiss edirdim. because I did something wrong. Çünki səhv bir yolda idim, səhv işlər görürdüm. But then he called me Amma sonra o məni çağırdı. as an apostle. Mənə həvari dedi You know, his life changed və completely. onun həyatı, Paulun həyatı bütövlüklə Because the dəyişdi. word came in his Çünki life. Tanrının sözü onun həyatına gəldi. The word of God. Tanrının sözü gəldi onun həyatına. Ananias came and prayed for him. Hananiya gəlib sonra Paul üçün dua God etdi. says, go because Paul is praying. Tanrı Hananiya dedi, get Paulun yanına çünki o indi dua You edir. know how many people praying today Və bilirsiniz nə qədər insanlar bugün dua edir? to a higher power, Ki, yüksək gücə, ilahi qüdrətə, the God of the universe, kainatın Allahına dua edirlər. but they don't know him personally. Və dua etməklə yanaşı onu şəxsən tanımırlar. Cornelius, Kornelius, what happened to you? səninlə nə baş verdi? You know, I did so many good deeds. Mən yaxşı əməllər edirdim, yaxşı adam kimi özümü göstərirdim. Amma bir gün An angel came. mələk gəldi, ziyarət Told me etdi mənə. about Peter. Mənə Petr haqqında nəsə And dedi. in the same time, Həmin God vaxt was speaking to Peter while he was praying. Tanrı Petr dua edərkən danışmağa başladı. Və He Kornelius, shared the word. Korneliusun evinə Petr gəldi, Tanrının sözünü vəz Our etdi. life changed. Və Korneliusun həyatı You dəyişdi. see, Görürsüz, prayer, duanın nəticəsi, the prayer and the word. Tanrının sözü və dua. Prayer and the word. Dua və söz. They are connected. Onlar əlaqəlidir. When Jesus was praying in the garden, İsa Getsemani bağında dua edərkən were weak. şagirdlər orada idi, amma zəif They idilər. couldn't stay with him even one Onlar hour. hətta bir saat İsa ilə birlikdə dua edə bilmədilər. But then it happened. It Amma happened. sonra bu baş verdi. Acts 1:8. Həvarilər işləri 1:8. Siz qüdrət alacaqsınız, İsa They deyir. received power. Və onlar, şagirdlər qüdrəti aldılar. Və sonra onlar dua etməyə And başladılar. then people start to come to Christ. Sonra insanlar Məsihə gəlməyə başladılar onların xidməti vasitəsilə. Sonra onlar göndərdilər xidmətçiləri. Paul and Barnabas. Həvarilər işləri kitabı 13-cü fəsil. Həvari Paul və Barnaba göndərildi. Onlar getdilər və müjdəni bölüşməyə başladılar. Onlar insanları Tanrının sözünü öyrətməyə başladılar və dua They etdilər. taught them about the throne of grace. Onlar insanlara lütf taxtı haqqında danışırdılar. Ki, sən gələ bilərsən o You know lütf what? taxtına. It's not just grace for myself, Və bilirsiniz, bu lütf yalnız mənim üçün deyil. but it's grace for the world. Amma bu dünya üçün Allahın verdiyi lütfdür. There are so many needs Çoxlu ehtiyaclar in our var. families, Ailələrimizdə, in our cities, in our şəhərlərimizdə, countries. ölkələrimizdə. And God says, Tanrı da deyir, you can come and confess, sən gəlib etiraf edə bilərsən. but I will change you. Amma mən səni And dəyişəcəyəm. you will grow. Sən And you böyüyəcəksən will mature. və And you yetkinləşəcəksən learn worship. və sitayiş etməyi öyrənəcəksən And nəticədə you learn intercession. və ondan sonra vəsatət etməyi öyrənəcəksən və dua edəcəksən. Because I will lead you. Çünki mən sənə rəhbərlik How edəcəyəm. do I pray, Lord? Mən necə dua edirəm, ya Rəbb? What should I ask? Yəni, duada mən nə istəməliyəm? The Spirit. Müqəddəs Pray ruh for us. bizim üçün dua edəcək. Jesus, the great intercessor, İsa, will pray for us. böyük vəsatətçi bizim üçün dua The edəcək. Word will tell us how to Tanrının kəlamı bizi dua etməyə öyrədəcək. One day, I was sitting in a cafe Bir gün bir kafedə oturmuşdum, with a friend, bir dostumla idim. and we were talking about God. Tanrı haqqında söhbət edirdik. And I wanted to teach him about Və mən evangelism. dostuma müjdəçilik haqqında öyrətmək istəyirdim. And I said, Lord, it's minus 10 degrees outside. I don't Və want dedim, to ya go Rəbb, out. You bring someone. küçədə mənfi 10 dərəcə şaxta var. Mən istəməzdim küçəyə çıxım indi, soyuqdur. Oturmuşum elə burada There was a lady ki, sitting. müjdəçilik etmək üçün hava yaxşı deyil. Amma bir qadın oturmuşdu kafedə. O bizim arxamızda oturmuşdu. Listening. Qulaq asırdı bizim söhbətimizə. And then she stood up to go. Sonra ayağa qalxdı ki, gedirdi, çıxırdı kafedən. I said, Və mən ona yaxınlaşıb dedim, do you know that God loves you? bilirsiniz xanım ki, Tanrı sizi sevir. She says, tell me. O dedi, danış mənə. Tell me about it. Deginən, nədir bu axı? So I start to share with her. Mən onunla bölüşməyə başladım. She received Christ. O Məsihi qəbul And etdi. then she told us, Sonra bizə bunu dedi. I was here just to drink coffee O dedi, for my Uber. Mən gəldim bura bir qəfə içim, sonra gedəcəyəm.
byłam zaniepokojona. I am in trouble. I was going to the police. Mənim başıma bəla gəlib, polisə gedirdim və bir qəza baş verib, onun haqqında məlumat verəcəkdim polisə. I never believed in God. Heç vaxt Tanrıya inanmamışam, qadın dedi. I heard you speak about God's love. Amma mən eşitdim ki, siz orada Tanrının məhəbbətindən danışırsınız. I don't know why, but I prayed in my heart. Və qadın deyir, mən bilmirəm niyə, amma ürəyimdə dua elədim. God, if you love me, Və dedim Allaha, ay Allah, hər sən məni sevirsənsə, these gentlemen to tell onda me that you love me. bu kişilərə deyin ki, onlar mənə yaxınlaşıb bilsinlər ki, sən məni sevirsən. How many prayers Baxın, görün nə qədər dualar var in this world bu dünyada ki, insanlar dua edir and waiting for an answer. və cavab gözləyirlər dualarına. And we pray Biz də dua edirik, and then we go. sonra biz And we gedirik have confidence və bizim əminliyimiz var. because we know that God is working Çünki bilirik ki, Tanrı iş başındadır. O işləyir bizdə through us. və bizim vasitəmizlə This işləyir. is an amazing time we live in. Bu, yaşadığımız heyrətamiz vaxtdır. Adamlar var. In this world, Bu dünyada insanlar var gospel. ki, onlara müjdə We lazımdır. have it. Və bu müjdə bizdə We var. have our connection with God. Və bizim Tanrı ilə əlaqəmiz var. And when we speak, Biz danışanda there is authority. səlahiyyət var sözümüzdə. Authority of love. Bu, məhəbbətin səlahiyyətidir. God bless you. Amin. Tanrı sizə bol xeyir dua versin.